Salam aleyküm əziz dostlar. Bilmirəm səs nədir deyə yox. İşdən istirahətə çıxmışam. Paltarımı dəyişdim, dedim bir gedim burada bir ağaçlıqdır. Ağaçlıqda oturum və bir səhifə kitab oxuyum. Vaqiət budur ki, salam aleyküm dostlar. Başlamışam, danışıram elə bir salam aleyküm eləyim. Halınız yaxşıdır, umaram yaxşısınız. Eşitdiyimizə görə bu milləti intixabatda çəkdilər o üz bu üzə və taza bir bu Covid'in, koronavirusun taza bir xəstəliğin millətin arasında yaydılar və mütəəssifanə insanları çox ciddi məriz edir. Zahirən çox ağır xəsarət də vurur və sürətlə gedir. Ona görə canınızdan müvazib olun lütfən. Oracan ki mümkündür. Bunu istirdim deyəm ki, vaqəən vaxtı olmur, adam kitab oxusun. Bu sosial mediada ki, tamam vaxtı alır. Yəni, adam girir bura, elə bir onu görür ki, 4-5 saatlı buradadır və vaxtı hədərə gedibdir. Onun üçün biz bu kitab məsələsini oracan ki, mümkündür, gərək ciddi tutaq. Kitab oxumayan millət çəkər zillət. Bu bir şüar deyil, amma vaqiyyətdir. Yəni, mütəəssifanə vaqiyyətdir. Baxın, Amerikada hala neçə illərdən sonra şimdi burada internet var, mahvarə var, yüzlər kanal var, yüzlər hər nə desəz var. Yəni Amerika və Kanadada, Avropada vardı. Amma kitabın tirajı çox yuxarıdır. Demirəm ki, adamlar azdır. Yox, adam da çoxdur. Kanadanın 33 milyon cəmiyyəti var. Kitabları 50 bərabər İran kitab çap olur. Amerikanın 330 milyon cəmiyyəti var, ya 350 milyon cəmiyyəti var. Kitabları milyon cildilər çap olur. Milyon cildilər. Özdə kitab burada çox bahadır. Çox bahadır. Yəni, bir dana yaxçı kitab istəyəsiz, alasınız, $80, $100, $200, $300'dır. Hətta bizim bəzi vətəndaşlarımız, ya İranlılar kitab yazıblar, internetdə satılır belə. $80 başlayır, $90 başlayır, $100 başlayır. Yəni, az deyil. $100 nədir? Mən bir gün $100 işləyirəm. İşim olsa, günü $100 iş işləyirəm. Amma insanlar kitab oxurlar. Və onun üçün də ki, bu məmləkətlər gedir qabağa. Hər halda, mən biraz sürətlə oracan ki, mümkündür oxuyayım. Bir səfəni, dünən də bir proqrafın bu səfəni oxumuşuq. Kitabımızın adı Türkçülüyün əsaslarıdır, yazan Ziya Gökalp'dır. 21-ci səfəni oxuruq. 21-ci səfənin 1-ci proqrafını oxumuşuq. İndi bu adam, yəni yazarımız Gökalp, başda dedi ki, türkçülüyün bir tarixindən bizə dedi ki, kimlər türkçüdülər, türkçülük haradan gəldi? Dedi ki, birinci dəfə Avropadan başlandı türkçülük, sonra gəldi bizim içimizə, bizim də içimizdə başlandı. O cümlədən hər kəs istəyə, yəni türkçülüğün birinci başında, hər kəs istəyə türkçü ola gərək türk malı ala, qeyri-türk malı almaya. Bu birinci əslidir. Ondan sonra da dil məsələsi gəldi ortaya ki, dili nə cür yazaq, nə cür yazırdılar, nə cür başladılar. Onların da iradlarını bizə söylədi. İndi deyir ki, türkçülük nədir? Diqqət buyurun, bu həman sözdür ki, İranda bizə deyiblər, bu pan-türküdür, bu, əlbəttə pan-türk olmaq yaxşıdır. Yəni, dünyanın hər yerində pan var. Yəni, pan-farslar var, pan-ərəblər var, pan-afrikan var, pan-amerikan var. Yəni, dünyanın hər yerində, yəni vətəni sevmək, milləti sevmək. Eyb deyil. Milləti və aşıqsən. Vətəni və aşıqsən. Millətin üçün ölərsən, millətin üçün öldürərsən. Bu, dünyanın heç yerində pis deyil. Yəni, pan-türk demək, tohin də deyil, iftixardır yəni. Elə bir sizə deyərlər ki, siz millətinizin aşıqısınız, dilinizin aşıqısınız, toprağınızın aşıqısınız, vətəninizin aşıqısınız. Təbii ki, iftixardır bizə. Pan-türk bunun bir ayrı mənasıdır. Amma görək indi burada türkçülük nədir? Əcəba İranda bizə deyiblər, çox pis görsədiblər türklər. Pan-türk olsaq neyini yazıyıq? Biz məsələn deyirik, farslar əskikdirlər bizdən. Biz dünya insanlarından üstünük. Onlar bizdən bir dərəcə aşağıdırlar.
Amma bizi İranda qorxudublar bu pan-türküdən filandan. Görək bu nə deyir? Bu türk teorisyəni nə deyir? Elə demişlər ki, mən 50-55 il ömrü almışam Allahdan. Bunun 45 ilində ciddi kitablar oxumuşam. 45 ildə mən bir dənə ciddi türk kitab oxumamışdım. Qorxudan ki, pan-türk olaram, faşistlər bunlar filan da. Ağa, görək nə deyir? Birincisi budur da. Türkçülük nədir? Özü soru soruşub, soru əlaməti qoyubdur. Dostlar ki, istəyirlər bu kitabı indirələr. Mənim Telegram səhifəmdə bu kitabın qoymuşam, oradan indirə bilərsiniz. Google-da eləsəz, türkcə əlifba ilə də yazsaz, Google eləsəz çıxır. Və yəni ayrı yerlərdə də var, oradan çıxır və indirə bilirsiniz. Türkçülük Türk millətini yüksəltmək deməkdir. Baxın, mənası budur. Çox sadə. Türkçülük Türk millətini demir ha Azərbaycanlı türkü, Türkiyəli türkü, Qafqazlı türkü, Əraqlı türkü, Suriyəli türkü, Qibresli türkü. Yox. Türk millətini. Türkün dünyanın hər yerində olur olsun bir millətdir. O da Türk milləti. Yüksəltməkdir. Yüksəltmək nə deməkdir? Yəni, yuxarıya gətirməkdir. Nəsə hətta, indi bu sualı mən özümdən soruşaram ki, bu adam türkçülük nə cür məni yüksəltmək istəyir? Bir, ağlım gərək inkişaf eləyə. Ciddi bir məlumat alam, ağlım inkişaf eləyə. İkinci, dünya görüşüm inkişaf eləyə. Üçüncü, din baxışım inkişaf eləyə. Çünki bizim din baxımız 1400 il bundan qabağın farsların çevirdiği din baxışıdır. Xüsusən Güney Azərbaycanlıların din baxışı Fars mollalarının şiəçilik sisteminin baxışıdır. Bu da bizi kiçildir. Bir kitab, bir milləti ki, onun din kitabının böyük hissəsi Bəharul Ənvar ola və bu Bəharul Ənvarın 114 cildinin 113 cildi yalan ola, görün nə qədər 113 cildilik başımızda bizim böyük geçibdir. Buradan çıxmaq. İqtisadi, teknolojik, siyasət sahəsində, qudrət sahəsində, millətlər arası sahəsində yüksəltmə. Nə olubdur? Məsələn, bizim Amerikalılardan, Avropalılardan nəyimiz əskikdir ki, məsələn, adam hesab olmayaq. Yüksəltmə dedik, məsələn, biz birini alırıq çiynimizə, yüksəldirik. Məsələn, mən nəvələrim var, onları alıram çiynimə, əllərimdən tuturam, qozuram göyə. Bu nədir? Yüksəltməkdir. Birini tərif edirik. Birin ağlın, huşun tərif edirik, tanımayanların yanında onu tanıtdırırıq. Bu yüksəltməkdir bu adamı. O halda türkçülüyün özünü anlamaq üçün millət adı verilən topluluğun tanımını bilmək gərəkir. Deyir, bu halda, yəni əgər türkçülük milləti, türk millətini yüksəltməkdirsə, onda türkçülüyün özü nədir? Anlamaq üçün millət adı verilən topluluğun tanımını bilmək gərəkir. O millət ki, ona türk adı vermişik, o topluluq olur cəmiyyət, ictima. O topluluq ki, ona bu türk adı verilib, onu tanımını, yəni onu tanımaq gərəkir. Tanımını bilmək gərəkir. Onu nə tanıdır? Müşəxxəsatını, burada tanımını, yəni müşəxxəsatını, o türk millətin nələr o birisi millətlərdən ayırt edir. Bunu istir desin ki, o müşəxxəsat, farsca vicecilər, özəlliklər nədir? Onu bilmək gərəkir. Gərək bilək. Millət haqqında çeşidli görüşləri incələməliyəm. İndi deyir ki, millət özü nədir? Millət haqqında çeşidli, cürbəcür, rəngli görüşləri, baxışları, düşüncələri, görüş özü, yəni baxış, görüş, düşüncə incələməliyəm, yəni onu araşdırmalıyam.
Yəni millət nədir? Əvvəl bəs görün, istir türk milləti nədir? Dedi ki, türk millətini demək üçün gərək deyək ki, türk özü nədir? Türkü demək üçün milləti aşmalıyıq, millət özü nədir? İndi gedir, bunlar hamısı camiə şünası ki, bizə İranda dərs verməyiblər. Bir, millətin bir mənası nədir? Irqı əsas alan türkçülərə görə millət ırq deməkdir. Biri də deyir ki, türkçülər milləti belə məna eləyiblər. Bu 1900-lərdə, 1800-lərin axırlarında, ortalarından əslində, ta 1945-50-yə qədər insanı qan hesabına, nəcatları qan hesabına və rəng hesabına bölürdülər. Bu tarif odur. Irq, yəni nəsl, nəsəb, qan. Irq əsas alan türkçülərə görə, yəni bir də türkçülər var ki, deyirlər ki, millət ibarətdir ırqdan, qandan. Hangi qandan gəlmişik, hangi nəcatdan gəlmişik, o millətdir. Irq deməkdir. Pəs biri də deyirlər, millət yəni ırq. Millət ırq deməkdir. Biri də buna inanır. Irq kəlməsi nədir özü? Irq kəlməsi gerçəkdə zoolojinin bir termidir. Zooloji, dostlar, zoo kəlməsi latincədə, farsca ya ərəbcə bağı vəhşi deyilir. Ya heyvanlar, vəhşi heyvanlar. Zoolojinin ırq kəlməsi, baxın, görün nə gözəl açılır. Yəni, ırq sözü bir dənə sözdür ki, insan üçün əvvəldə işlənməzdi. Əvvəldə harada işlənərdi? Bağı vəhşidəki heyvanlara, onları mütaliə eləmək üçün işlənərdi. Zoolojinin bir termidir. Termi də yəni bir istilahı, bir deyimi, bir sözüdür. Hər hayvan türü anatomik özəllikləri açısından bir takım tiplərə ayrılır. Deyir ki, zoolojidə, heyvanşünaslıqda ya bağ-vəhşşünaslıqda hər heyvan türü, məsələn, hər heyvan cürüdür. Tür, burada İstanbul ləhcəsində bizdən ki, Azərbaycan ləhcəsində cür deyirik, onlar tür deyirlər. Hər heyvan cürü, yəni hər heyvan, məsələn, deyim beləsi, qoyunlar, keçilər, itlər, davşanlar, kəltənkələlər, ilanlar, quşlar, bunların hərəsi bir cürdür, bir türdür. Məməli heyvanlar, yumurtayan heyvanlar, sürüncək heyvanlar, xəzəndə. Balıqlar, suda gedən heyvanlar, ikisi həm şeydə yaşayan, həm bunlar, yəni heyvanları bunun əsasında neyinlər? Hər heyvan türü anatomik, yəni bədən, iskelet. Anatomik özəllikləri açısından baxaq görək ki, bunun iskeleti, bədəni o birisi heyvanlardan nə fərqi var? Özəllikləri, yəni məxsus özünə aid hər heyvanın bir açısından, yəni o zaviyyədən baxsaq, bir takım tiplərə ayrılır. Heyvanlar hərəsi bir tiplərə ayrılır. Dedim, mən misallarını vurdum. Bu tiplərə ırq adı verilir. Bu tiplərə ırq deyirlər, nəcad deyirlər. Məsələn, quşların nəcadı, davşanların nəcadı, toyuqların nəcadı, yumurtalananları və doğanlar məsələn. Məməli və yumurtayan deyilir. Məsələn, bunların içində it ilə atın bir fərqi olmalıdır. Ya toyuqla bir keçinin bir fərqi olmalıdır. Bunları danışır. Məsələn, at türünün ərəb ırqı. İndi gəlir, baxın, bu atın özünü də bölür. At türü, at nəcadı, at adlı heyvanların ərəb ırqı, ərəb nəcadı. Bir atları ki, ərəb atına, türkəmən atına. İndi burada pomi deyirlər, cıqqılı minyatürü atlar var, minmillər, amma o şey üçündür. Bunlar məsələn. Məsələ, at türünün ərəb ırqı, ərəb nəcadı. Görürsünüz, burada nəcad, ırq nəcada gəldi, qana gəldi, dədənənəsinə gəldi. İngiliz ırqı,
İngiliz atı. İngiliz atının ırğı, yəni onun nəcadı, İngiliz nəcadı. Macar ırğı, Məcaristan atları. Deyir, bu, məsələn, ata baxanda biz deyirik ki, atları bölürük. Mən də misal verdim, Türkçəmən atı, filan bunlar. Adlarını alan bir takım anatomik tipləri vardır. Deyir, bu adları hangi ata desəm, Ərəb atı ilə, İngiliz atı ilə, Məcaristan atının baxsaz tiplərinin, yəni bunların canlarında bir fərqlər var, anatomik, yəni bədənlərində bunların sümük, ət, qulaq, burun, bunların fərqləri vardır. İnsanlar arasında da əskidən bəri bəyaz ırq, siyah ırq, sarı ırq, qırmızı ırq deyilən 4 ırq mövcuduydu. Deyir ki, mən bunu əvvəldə işarə elədim də, deyir ki, insanlar arasında da, yəni o insanlar arasında əskidən bəri çox uzun zamandan indiyə insanları 4 yerə bölərdilər. Bəyaz insan, bəyaz ırq, yəni nəcadi sefid, farsca. Siyah, diqqət buyurun, siyahla qaranın biraz fərqi var. Biz İranda siyahı qarıya işlədirik, qaranı siyaha, içli bir şey. Baxın, qara yekədir. Qara dağ, yəni böyük dağ. Qara dəniz, böyük dəniz. Siyah, yəni qərə, rəng. Türkçədə görün, bunları biz elmi işlətmədiyimiz üçün bu kəlmələrin fərqini bilmirik. Bu kəlmələrin fərqi elmidə bəlli olur. Bu, hər dildə olduğu kimi burada da bu cürdür. Biz elə hər şey deyirik, qara dəniz. Deyirdik, bəlkə qərə dağ deyəndə, yəni orada qərədir. Yox, belə deyil. Qərə dəniz deyəndə deyirik, o qara dəniz, yəni o dəniz, o dərya qəp-qaradır. Yox, belə deyil. Orada elə sudur, normal sudur və gözəl də sudur. Amma qara çox böyük. Qara tel. Bunun həm rancinə gələ bilər, həm də yəni telləri gözəl, yekə, qəşəng. Hər halda ırqları bölürdülər bəyaza, ya bəyaz yəni ağ, ərəb sözüdür. Siyah, qara, sarı, sarıdır. Mən mütəəssifanə bunları qırmızı ırqdakı qırmızı. İndi diqqət buyurun. Mən də İranda olanda bu cəmiyyətşünasları ki oxumuşdum. Nəzərimə gəlir ki, insanları baxanda deyə bildik ki, hə, bu məsələn sarıdır, bu qırmızıdır, bu ağdır, bu da. Ağlar ağ deyil. Yəni kağazla adamın fərqi var. Kağaz ki, məsələn alırıq ağ kağaz, o ağdır. Bir ağ maşına baxırıq, ağdır. Adam o ağlıqda deyil. Çünki adamın qanı var, əti var. Bunlar onun rəngini dəyişdirir. Amma biraz ağdılar. Yəni, o cür deyək. Nəyə nisbət ağdılar? Qərəyə nisbət. Qərə adamlara görə, yəni siyah adamlara görə onlar ağ görünürlər. Amma mən nə qədər baxdım, Japonlular, Çinlilər ağdılar. Bunlar sarı deyirlər. Axı, mənim indi burada sarını görsəsəm, hamımızın sarıdan bir şeyimiz var da, düşüncəmiz var. Bu sap sarıdır. Yoxsa, əcəba adamlar belə sarıdılar. Yox, belə sarı adam yoxdur dünyada. Qırmızı, sorpus deyirlər də bu İranda bizlərə. Cəlibdir, sorpus yoxdur. Mən Amerikada bir belə sorpus gördüm, hamısı bizlərə taydı. Hamısı bizlərə taydı. Yəni, Qəradağdan, Təbrizdən birini gətirsən bura, biraz əncinin formu bəlkə fərq elər. Yoxsa birdilər. Yəni, rəngimiz birdir. Pəs adamları da deyilən, yəni deyilmiş 4 ırq mövcuddur. Qədimdən indiyə qədər belə bölürdülər insanları, indi də bunu qəbul eləmirlər. Deyirlər ki, belə bir şey yoxdur. Bu qaba bir sınıflandırma olmaqla bərabər hala önəmini qorumaqdadır. Bu qaba bir sınıf, baxın qaba dünən dedim də, məsələn qaba yəni biraz insanlar bir ədəbsizcə, ədəbsiz də deyil, biraz yəni xoşa gəlməyən. Elə bir şey burada gün düşür, nədir olur, mən sizi görmürəm ya, yəni, tamam. Qaba, indi bu seriallara baxsa türkçəsində qaba dayı deyə bir termin vardı Türkiyədə, latdar. Qaba biraz yoğun, əslində yoğun, qalın bir şey demək. Əsli sözü qabanın yoğun, qalın.
Qabadayı da yəni biraz adam ki beyninə bir şey bevaq keçir, ya zorludur, zora dayanır filan bəhman, ona görə deyilir. Bu qaba bir sınıflama, yəni bu insanları 4 yerə bölmək, qaba bir sınıflandırma olmaqla bərabər bununla belə ki düz deyil, yəni qabadır, düz deyil, doğru söz deyil. Hala önəmini qorumaqdadır. O zaman, əlbəttə indi də mütəəssifانه elə İranda nəcatları belə də aparırlar. Hala önəmini qorumaqdadır. Önəm yəni əhəmiyyət. Hala yəni bu gündə, yəni bu günkü kitabı yazılırmış, önəmini qorumaqdadır. Amma baxın, bu adam o zaman 100 il bundan qabaq bu kitabı yazılmış, bilibdi ki, şeydir, insanları belə sınıflamaq, ağ, qərə, sarı, qırmızı, bu qaba bir şeydir. Əxlaqi bir şey deyil, düz bir şey deyil. Antropoloji bilimi Avropadakı insanları qafa və baş taslarının şəkli və saçları və gözlərinin rənglərini diqqətə alaraq 3 ırqa ayırmışdır. Antropoloji də insanşinasi də əgər iştibah eləməzsəm, yəni insanı tanımaq elmi. Bu elm antropoloji bilimi, yəni elmin türkçəsi bilimdir. Avropadakı insanları, bunlar Avropada başladılar antropolojini. Deyir ki, antropolojini Avropada yaşayan insanları, Avropa Rusiyadan tutur gedir ta o başda, Avropanın o başına qədər, onların hamısı Avropa hesab olur. Onları qafa, baş. Dünən mən beyin deyəndə dedim, bir ləhsə getdi qafaya. Qafa deyəndə bu baş. Bəlkə də biraz fərqli. Qafa və baş. Yəni, fikir edirəm ki, buradan üstüyə qafa və baş deyir. İndi bunun harası qafadır, mən onu qaldım bir ləhsə. Çünki mən elə qafa ilə başı, qafanı baş bilirdim, başı qafa bilirdim. Burada biraz fərqli oldu. Qafa çox zərif bir söz olmalı. Bunu mən nə cür tapa bilərəm? Çalışaram ki, gələn tərəfə tapam. Çünki bu lüğətnamədə olmaz. Bu sonunda var. Amma bir baxım görüm lüğətnamədə var ya yox. Qafa. 113 yox, qaf hərfində qarşılıq, qalıtın bu tarixdə 2 lüğət var qadan. Onun üçün qeydaq gələk biz gündə 21-ə. Tamam, gəldik, yetişdik bura ki, dedi, qafa baş taslarının şəkli və saçları. Bu başın, indi burada bir dənə də tas kəlməsi çıxdı. Burası olacaq, tas hər yerdə, hər halda bura olacaq ki, mən də tasam. Vallahi, mən buradan üstə elə bu olacaq qafa ilə baş. İndi burada taslar, cizgahlar olacaq. Bu cizgahlar ehtimalən qafa bu qismətlərdən başlayır buracan. Baş burası olur, tasa da bunun üstü olur. Baxaq, bunu baxmalıyam. Özüm də bunu bilmədim. Vaxt olmur ki, adam ayrı vaxt oxusun. Görsün ki, nə var. Taslarının şəkli və saçları. İndi bu başların baxanda adamın bəzisinin burası yanaqları eşiklikdir. Bəzisinin yanaqları içərilikdir. Bəzisinin alnı qabaqlıqdır, bəzisinin alnı dalılıqdır. Bəzisinin alnı uzundur, bəzisinin alnı cıqqılıdır. Bu gözlərin arası normal bir gözdən arası olmalıdır. Bəzisində bu yaxındır, bəzisində bu gözlər aralıdır. Bu cizgahlar fərqlidir. Ənc fərqlidir. Əncin özü fərqlidir. Bura fərqlidir. Bunlar sümüklərinə baxanda xüsusən, yəni sümük türkcə ilə, bizim türkcə ilə Güney Azərbaycan, Azərbaycan türkcəsi ilə İstanbul türkcəsində biraz fərqi var. Biz sümük deyəndə, yəni kəmik şeylər İstanbulda kəmik deyirlər. Yəni bu bədənimizdə olan sümüklər hər halda. İstanbulda sümük, yəni burun suyu.
burunundan ki bir fıngırlıq bir şey gələr, ona deyərlər sümük. Türkçəsi fırtıqdır onun da, əgər iştibah eləməsəm. Fırtığa sümük deyirlər Türkiyədə. Saçları, türklərin modu hətta. Türklərin qalinliği, nazikliği, azlığı, çoxluğu, nə bilim, rəhlərinin sarı, ağ, qərə, o cürsü olması, qırmızı hətta olmaları, gözlərinin rəngləri, gözün özünün yekəliği, kiçikliği, buradan zaviyə, düzdür, aşağıdır, yuxarıdır, dalısı filan bunlar olardı və rəngi xüsusən gözlərin rəhləri özü bir dünyadır. İndi xoşbəxtlərinə bu biz bir əsrdə yaşayırıq ki, bəzi dürbünlər çıxıbdır. Gözün içinin bu rəhlərinin sellollarından belə əks götürürlər. Dünyadır özü, dünyadır. Hər halda bunların üstünə diqqətə alaraq, yəni bunlara təvəccüh eləyərək, çox diqqət elmi kəlmədir. Diqqət elmi kəlmədir, təvəccühdən yuxarı. Təvəccüh odur ki, biz bir dənə gözə baxırıq, nə gözəldir, bu təvəccüh edir. Amma diqqət odur ki, bunu analiz edirsiniz, bunun rəhləri nə cür gəlir, nə cür qatışır. Fikir edirəm, çoxumuz baxmamışıq, görək ki, bizim gözümüz teyfidir. Yəni, məsələn, ağ qismətdən, eşikdən içəriyə gedəndə bir ağ gedir, qatışır, yavaş-yavaş rəngi çoxalır, gedir. Bunu eşməsəm diqqət eləməmişim. Diqqət elmi bir kəlmədir. Alaraq 3 ırqa ayırmışdır. Bəs Avropalılar insanların başlarına, qafalarına, taslarına, gözlərinə, tüklərinə, baş saçlarına. Başa biz insanın bədənində olan tükə biz hamısına tük deyirik. O halda ki, qədim belə deyildi. Bura deyirdilər saç, xanımlarda saçala da deyilir. Başda olanlara saç deyirdilər, bədəndə olanlara qıl deyirdilər və bədənin bəzi yerlərindəkinə, şəxsi yerlərə də qəzil deyirdir. Əgər iştibah eləməsəm. Qəzil eyni halda keçidə də olar. Keçinin də tükünə qəzil deyərik. Uzun qafalı qumral. Diqqət buyurun, o 3 dənə Avropalılar özlərin 3 yerə böldülər, 3 sinfə böldülər. Uzun qafalılar, onlar ki, başları uzundur. Fikir edirəm, çox alnı deyir, amma baş ola bilər. Başları uzundur. Qumral, boz rənglər var. Qumral boz rəngə deyir. Boz rəng nədir? İndicə bu bozudur. İlm əhsəlanlar bunu bilərlər. Rəngi qaçmış. Gün vurar rəngi şey olar. Məsələn, ona fikrinci belə deyək. Boz yəni biraz rəngi qaçmış. Işıltılı rəng deyil. Uzun qafalı qumral, boz rəng. Uzun qafalı əsmər, başı uzun, amma qərə, əsmər. Əsmər, farslara əsmər deyilir. Elə İranda da əsmər deyilir. Buna görə ki, onlar qərə deyirlər, ağ da deyirlər, vəsətdə bir şey deyirlər. Buğdayı deyirik türkcə. Elə burada da yazıb buğda rəngi. Əsmər olur buğda rəngi. Biz buğdayı deyirik. Güney Azərbaycanda bu cür adamlara buğdayı deyirik. Buğda rəngi. Yassı qafalı. Yassı qafalı, yəni başlarının burası yastıdır. Ya bilmirəm, beləsi yastıdır. Yəni burası biraz dağlıdır. Bu cürsə. 3 yerə bölüblər hər halda. Pəs qafa əsasına insanları, Avropalı insanları 3 yerə bölüblər. Bununla bərabər Avropada heç bir millət bu tiplərdən yalnız birini içinə almaz. Deyir, bununla belə ki, insanları Avropada 3 yerə bölüblər. Bununla bərabər Avropada heç bir millət, Avropada müxtəlif millətlər var, neçə dəfələr bunu ərz eləmişəm. Fransələr var, ingilislər var, almanlar var, ruslar var, norvejlər var, fənlandlar var, Yugoslavilər var, Danmarklılar var, Suedlilər, Suislilər. Bunlar müxtəlif, hərəsi bir millətdir. Heç bir millət bu tiplərdən yalnız birini içinə almaz. Heç bir millət, yəni nəsə Alman milləti, ya İngilis milləti, ya Fransa milləti, hangi milləti tutursunuz deyin, deyə bilməzsiniz ki, bu tiplərdən birini, yəni bu tiplər 3 tip ki vardı Avropada, onlardan biri Almanların hamısının məsələn başı yastıdır, ya hamısının başı uzundur, qumraldır rəhləri, ya qafaları əsmərdir. Belə bir şey deyir ki, yoxdur, tapa bilməzsiniz ki, bir millət o cür olsun. İçinə almaz, yəni o millət bir küllüdür, o şikli içinə alır elədir, beləsi.
hər millətdə çeşitli oranlarda olmaq üzrə bu üç ırqa mənsub bireylər vardır. Hər millətdə, hangi milləti nəzərdə alsaz Avropada, onlarda çeşitli oranlarda, oran yəni vahid-i əndazəgiridir da, yəni bir əndazədə, farscada əndazə, bir miqdar, bir təidad. Oran vahid-i əndazəgiridir. Dərsəd, yüzdə neçə olmaq üzrə, yəni deyir ki, fərqlidir da, yüzdə neçəsi belə olar, yüzdə neçəsi olar, yüzdə neçəsi o cür olar. Bu üç ırqa mənsub bireylər vardır. Bu üç ırqa nəcada mənsub, bağlı olan, mənsub s ilə yazılanda, yəni bağlı olan. Bireylər, yəni fərdilər. Birey elmi kəlmədir, fərdin yerinə işlənir. Fərd ərəbdir, birey onun türkçəsidir. Bireylər, yəni fərdilər vardır. Yəni, pəs bunlardan hər üçü də adamları siz görə bilərsiniz ki, ər-arvad uşaqları hərəsi bir danadır. Məsələn, bunlar hətta eyni ailənin içində, bu misalı ilə özü də vurdu. Hətta eyni ailənin içində, ailə də bizdə ailə deyir, ərəb sözüdür. Bizdə də işlənir. Farscada xanəvadə. Bir qardaş uzun qafalı, qumral, digərləri uzun qafalı əsmər və yassı qafalı ola bilər. Dedim, mənim nəzərimə alın üstündədir bura. Qafanı buranı dedi, alını. İndi beləsi çıxır. Deyir, bir ailənin içində bir qardaşın uzun qafalıdır, beləsi, qumral. Digəri isə uzun qafalı əsmər və bir ayrı qardaş yassı. Biz yassı, baxın burada yassı, iki dənə sı ilə deyir. Biz Güney Azərbaycanda və Azərbaycanda yasdı, ya tı deyirik. Bu iki dənə ilə deyirik. Tı dığa çevrildiği üçün normalda biz danışıqda yasdı deyirik, yazılanda ehtimalən yastı deyirik. Qafa da ki dedim, ehtimalən alın sözünə gəldi, çıxdı. Ola bilərlər, hər ailədə deyir, belə ola bilər. Gərçi bir zamanlar bəzi antropologlar bu anatomik tiplərlə sosial davranışlar arasında bir ilişki olduğunu savunurdular. Deyir ki, bundan belə ki, biri də antropologlar, yəni insanşünaslar, insan elmini, insanı tanımaq elminə girişən insanlar, bunlardan bu anatomik tiplərə, bu indiki 3 dana dedi, o 3 danaya əsasən deyirdilər ki, məsələn, uzun qafalı qumral, uzun qafalı əsmər, yastı qafalı adamların davranışları, davranış türkcə kəlmədə rəftar ki, farscadır və ərəbcəsi bunun nədir? Fikirəm ki, bilmirəm. Ərəbcəsi feil kəlməsindən gələr, amma fikir eləmirəm o olsun. Davranışlar arasında, yəni rəftarları arasında bir ilişki olduğunu savunurdular. Deyirlər ki, bu adam ki, belə bir rəftar edir, məsələn, küsür, o birisi əsəbanidir, bu birisi filandır. Deyir, bu rəftarların fərqi bunların başına bağlıdırlar ki, bunların alnı uzundur, alnı çıqqılıdır, alnı yastıdır. Bəziləri, bunu yenə mən təkid edeyim ki, bəziləri belə düşünürdülər. Fəqət bir çox elmi eleştirilən və özəlliklə bizzat antropologlar arasında ən yüksək bir qonumda bulunan Manuverer adındakı bilim adamının anatomik özəlliklərini sosial karakterlər üzərində heç bir etkisi olmadığını isbat etməsi bu əski iddianı tamamilə çürütdü. Deyir ki, fəqət bir çox elmi eleştiri tənqid, eleştirilərin və özəlliklə. Burada gəlir özəlliklər 3 nöqtə qoyubdur. Yəni ki, işarə edir, ehtimalən bunu tərcümə eləyən buranı götürübdür. Nədir? Ad gətirir ki, filan kəslər tənqid elədilər bu ki, bizim o Avropalıların insanları 3 tipə bölməkləri, yəni Avropalı insanları 3 tipə bölməkləri və onların
başlarının, alınlarının şəkli ilə, onların rəftarlarının arasında, davranışlarının arasında ilgi qoymağı tənqid elədilər. Bizzat antropologlar arasında, yenə də burada bir şeyi də işarə edeyim, zat kəlməsi əslən bizzat özü ərəb kəlmədir. Bizzat yəni vaqiiyyətdə, həqiqətdə o cür ki vardı bizzat. Zat özü yəni bir şeyin oluşu, olumluğu, varlığı, beləsi deyək. Zat bir şeyin, şey ki deyirik, zat da onun bir anlamıdır. Bizzat ərəbcədir, elə həman anlamı verir. Burada türkcədə biz, rızı ilə yazıbdır. Bu dal zı ilə yazılır. Bu bir bəhsidir. İstanbul türkcəsində zı bir dana olduğu üçün ərəbcə kəlmələr ya xaricədən gələn, Avropadan gələn kəlmələr bu zı ilə deyilir. Bir zı ilə yazılır İstanbulda, İstanbulcada. Ərəbcədə xaricədən bir ad gəlsə, onu əgər iştibah, burada bəlkə iştibah eləyəm, amma o zıların biri xaricədən gələn kəlmələrə aiddir. Necə ki, üç nöqtəli sı da xaricədən, bu farscada əlbəttə, farscada üç nöqtəli sı xaricədən gəlmə kəlmələrə aiddir. Saat fars dilində hər yerdə gördüyünüz addır filandır. Bu yəni fars deyil. O topraq ya o yer fars deyil. Hər halda bizzat hala burada da söz var. Dedim hərə bir cür yazır. Hələ feylən bizim antropologumuz şeyimiz olmadığı üçün, dil qaidələrimiz dövlət tərəfindən yazılmadığı üçün heyət, mərhum heyət cənabları bir konferans qoymuşlar neçə illər bundan öncə. Onlar da bir şey yazıblar, amma o da indi icra olmur bizim aralarımızda. Çünki tədris olunmur, mədrəsələrdə oxumuruq, hərəmiz öz başımızı götürmüşük, gedirik. Dili yazısında belə bir qarmaşalıq var. Mənim qarmaşalığa görə çox əcibə nəzərim vardı. Qoymuşam, YouTube-da vardı. Mənim nəzərimdən gərək qarmaşalığa icazə verilsin. Dövlət bura dixalət eləməsin, millət özü sevdiği kimi yazsın. Amma heç olmasa dövlət, məsələn, 1 il ya 2 il mədrəsədə bir ortoqrafi deyirlər, nə deyirlər, onu öyrətsin, yəni əxrəsül xətti öyrətsin ki, kəlmələr nə cür yazılacaq. Amma insanlar hissiləri üçün, düşüncələri üçün kəlmələri nə cür yazsınlar, o cür yazsınlar. Məsələn, baxın, biz Azərbaycan kəlməsin rızı ilə yazırıq, dalzı ilə yazılırdı. Niyə yazırıq? Burada bizim ehsasımız məsələsidir. Biz burada istiruq Azərbaycanı İrandan və farslardan ayıraq. Bunun üçün insanlar da kəlmələri işlədəndə özlərinin içindən bir şey qaynır. Mən məsələn görürəm dostlar çox qələt yazırlar. Məsələn mən özüm İran kəlməsini eyni ilə yazırdım. O zamanki Junas TV-də türkcə danışırdım. Onda da bunu mən tərvic edirdim. İndi bir çox insanlar görürəm ki, onu o cür yazırlar. Təbii ki, mənim ideolojimin, baxışımın yolundadır. Sevirəm bu cür bir şeyləri. Amma bəzi vaxtlar, bəzi kəlmələr savadsızlığı yetirir. Qələt yazmağı yetirir. Burası da var. Yəni, ideolojidən çıxır. Məsələn, deyək ki, naharı sərf elədik, ərəbcə. Sərf. Yəni, məsrəf elədik. İndi burada sərfi sı ilə yazsaz bir ayrı məna verər. Üç nöqtəli sı ilə yazsaz bir ayrı nöqtəli verər. Məsələn, fars sözün, məsələn, mən bunu yenə də özüm bunu üç nöqtəli sı ilə yazanda içi boş anlamına gəlir. Fars. Əgər f, arı, üç nöqtəli sı ilə yazsaz, burada içi boş anlamına gəlir. Mən özüm, məsələn, bir uzun zamanlar, hətta ciddi məqalələrimdə farsı üç nöqtəli sı ilə yazırdım. İçi boş. Amma bu bais olur ki, ciddi məqalələri ciddi adamlar oxunmasın. Yəni, məsələn, biz bu məqaləni yazmırıq ki, məsələn, türkçülər oxusunlar. Bu məqalə yazılır ki, hədəf düşməni bölməkdir, düşmənin içində ixtilaf salmaqdır, düşmənin içində dəstəbətlik eləməkdir. Düşmənimiz də bəllidir. Onları biz gərək çox belə özümüzü elmi, güclü elmi görsədək, güclü
ədəbiyyata, fars ədəbiyyatına belə müsəllət olmağımızı görsədək. Hər halda buradan keçək. Bizzat kəlməsini ona görə dedim ki, burada bizzatı reze ilə 2 dəfə yazıb təşdid yerinə. Mənim şəxsi nəzərim budur ki, bəzi kəlmələr ki, ərəbcədən almışıq. Əgər biz Latin əlifbeyi ilə yazmırıq, ərəb əlifbeyi ilə yazırıq, onu o cürsə saxlamalıyıq. Latin əlifbeyi ilə yazanda zaten həm Azərbaycan türkcəsində, əslən dünya türkcəsində bir dənə Z var. Antropoloqlar arasında ən yüksək bir qonumda bulunan manuvrier Fransa adı olacaqdır. Deyir ki, bizzat, yəni şəxsə işarə edir. Bizzat, yəni bir dənə müşəxəs adam antropoloqlar arasında bəli yüksək məqamda olan, yüksək yeri var idi elmi cəhətdən. Nəinki rəis cümhur, yox. Bu antropoloqlar içində elmi cəhətdən bir yüksək bir qonumda bulunan, yəni o mövqeyiyyətdə var idi. Yəni özü o dünənləri bulunmaqla axtarmağı tövzih verdim. Bulunmaq öz iradəni axtarmaq iradə iləndir, bulunmaq iradə ilə deyil. Siz iradə eləmirsiniz ki, bu cəmiyyətin rəisi olasınız. Amma bilim yüksək, o sizi gətirir burada bir mövqeyiyyətə çıxadır ki, sizin sözünüzü hesaba qoyurlar. Bu adamın adı Manuvrier adında bir adamdır. Bilim adamının anatomik özəlliklərin, deyir ki, bu bilim adamı idi. Anatomik bədənin, farsça ustuxan bəndi deyirlər da, yəni iskeletin necə olduğu, özəlliklərin, onun özəllikləri, vijiciha farsça, hər anatominin özəlliklərin sosial karakterlər üzərində heç bir etkisi olmadığını ispat etməsi. Gəldi bu adam dedi ki, ağa, bu adamın başı, alnı uzundur, alnı yastıdır dalıya, alnı qıssadır. Deyir, bu deyil ki, tüm bunun alnı belədir, filan rəftarı var. Bir iddə adamlar var, bu da görsədim, alnı o cürdür, amma ayrı cür rəftarı var. Bu adam gəldi, bunu ispat elədi. Bir ətkisi olmadığını, yəni onun alının nə cür olmağının insanın rəftarında təsiri yoxdur, ətkisi yoxdur. Ətki türkcədir, nə kəlməsinə, təsir ki, ərəbcədir ona. İspat etməsi, bunu ispat etdi. Amma bu ispat etməsi, yəni bunu ispat etdiyi nəyə səbəb oldu? Bu əski iddianı ki, insanlar dörd yerə bölünür, alın əsasında 3 yerə bölünür və bunları da rəftarları ilə, davranışları ilə, məzərət istəyirəm, davranışları ilə bu alınlarının bir ilgisi var. Məsələn, deyək ki, yaslı alınlar oğrudular. Məsələn, qıssa alınlar ahmaqdılar. Məsələn, uzun alınlar, məsələn, ağlı yoxdur. Nə bilim, belə bir şeylər. Məsələn, bu iddia tamamilə çürütdü. Bu ağay Fransalı adam hər kəsdir. Onun antropoloqdur və antropoloqlar içində elmi cəhətdən böyük yer var. Bunun istidlalı, elmi təhqiqatı bu iddianı çürütdü. Çürütdü, yəni aradan apardı. Çürümək də bilirsiniz da, ehtimalən ağac çürüyər, torpaq kimi olar. Meyvə çürüsə, görərsiniz ki, şey olar. Məsələn, xınçıtma kimi olar. Alma məsələn çürüsə, ya heyva, ya bu cür meyvələr çürüsə, sarı rəngi saralar və sıxanda da pırtlar tökülər, yeməkdə olmaz. Çürütmək də o cürdür. Südü də çürüdərik normalda biz. Ondan, məsələn, nə düzəldərik çürüdəndə südü? Farsça kəşki deyirlər, biz qurut deyirik. Qurut. Qurut da baxın, o sütü yumururlar, o çürük sütü, qoyurlar gün qabağında quruyur, olur qurut. Yəni sən onu qurutdun, sütü qurutdun və oldu. Çox gözəl sözlərdir. İrqin beyləliklə, sosial nitəliklərlə heç bir ilişkisi qalmayınca, sosial kollektivlərin toplamı olan millətdə də heç bir ilişkisinin qalmaması lazımdır. Deyir, əgər irqıda, nəcatda ki, bölmüşdülər. Deyir, əgər irqin beləliklə, yəni bu dəlillərlə, sosial, ictimai, toplumsal nitəliklərlə, yəni o görsənən vaqiiyyətlərlə heç bir ilgisi qalmasa,
qalmayınca, yəni qalmadı da getdi. Heç bir ilgisi, əlaqəsi olmayınca sosial karakterlərin, insanların karakterləri, yəni şəxsiyyətləri, sosial karakter, ictimai şəxsiyyətlərin toplamı olan millət də, yəni karakterlərin toplamına nə deyirik? Millət deyirik. Adamların, şəxsiyyətlərin, mənim şəxsiyyətim cənabınızla fərqli ola bilər, o xanımla, bacımla fərqli ola bilər, o nənəmlə fərqli ola bilər, bu dədəmlə fərqli ola bilər. Bu karakterdir. Mənim adamlıqda adamıq, amma bizim şəxsiyyətlərimizdə hərəmizin bir rəftarımız vardır. Deyir ki, bunların hamısına olan millətdə heç bir ilişkisinin qalmaması lazımdır. İndiki deyir, şəxsi təsiri yoxdur. Millətdə də deyə bilmərik ki, bir millət beləsidir, onda belə təsir qoyacaqdır. Qalmaması lazımdır, yəni qalmaz. O halda milləti başqa bir alanda aramaq lazımdır. Pəs, indi deyir, bu halda ki, ırqı getdi, rədd oldu, pəs milləti ırq əsasına tərif eləmək olmaz. O halda milləti başqa bir alanda aramaq lazımdır. O halda millətin tərifin başqa bir alanda arayaq. Birincisi, pəs ırq idi, ırqı belə sürütdü, dedi, milləti ırq əsasına tərif eləmək olmaz. Qutardı getdi. Nəcad əsasına tərif eləmək olmaz ki, deyək, saçları qərə olsun, gözləri, məsələn, mənim gözümlə tay bala bənzəsin, ya abı olsun, nə bilim, yaşıl olsun. Məsələn, keçəllər milləti, yox. Belə bir şey yoxdur. İkinci tərif nədir millət üçün? Görürsünüz, baxın, tarixdən bizə tərif gətirir ki, türkçülər milləti necə tərif ediblər. Görürsünüz, yanlış idi. Pəs türkçülərin biri dəsi ırq əsasında türkçülüyü məna eləmişdilər. Onda bir çox adamlar gəlmirdi, yerləşmirdi bura. Nə oldu? Bu çürüdü. Pəs bu tərif qəbul eləmədik bunu. Bu adam da onu qəbul eləmədi. İkinci məna, millətin ikinci tərifi. Qovmi türkçülərdə milləti qovm ilə qarışdırırlar. Bir iddə türklər də vardı, türkçülər də vardılar. Millətə deyirlər qovm. Məsələn, deyirlər ki, Qəşqailər, Şahsevənlər. Şahsevənlər bir millət, Qəşqailər bir millət. Məsələn, deyək ki, Qarapapaqlar bir millət. Bu cürsü. Yəni, fikir edirəm ki, baş tapdınız ki, mən nə istəyirəm deyə. Deyir ki, qavmilər, qavm. Qavm kəlməsi, diqqət buyurun, qavmıdır. Qavm, ərəbcədir. Türkcədə dəqiqən onu işlədir. Deyir ki, qavmi. Farsda qovm deyirlər, qovm. Qum kimi yazılır. Amma qumu qına mı yazırlar, qovmu qı-u-mi yazırlar. Amma odur. Və tələffüz eləyəndə deyirlər qovmi da, qovmi, qum kimi, qom, qom. Qomada qom deyirlər də, o da qomi, qomi. Qovmi. Türkçülər də milləti qovm ilə qarışdırırlar. Deyir ki, millətlə də qovmu qarışdırıblar. Bir də şeylər. Bunu da qəbul eləmir əslində. Yəni, bu da yanlışdır. Çünki millət daha genişdir. Millətin içində neçə qovm ola bilər? Neçə din ola bilər? Görək, qovm eyni anadan, eyni babadan ürəmiş, içinə heç yabancı qarışmamış, eyni qandan bir topluluq deməkdir. Qovm nədir? Qovmu mənə edir. Diqqət buyurun, bunu bizə deməmişlər. Diqqət buyurun, İranda qovm belə tərif olmur. Diqqət buyurun, qovm eyni anadan. Yəni, məsələn, mənim nənəm Gültaşdır, qardaşım da ondan olub, bacım da ondan olubdur. Biz bir nənədən olmuşuq. Eyni anadan, yəni həmən nənədən. Eyni babadan, həmən dədədən, yəni bir dədədən, bir nənədən. Ürəmiş. Ürəmək, baxın, diqqət buyurun, görün, o tolid sözü idi, ha. Tolid sözün İranda farscadır, ərəbcədir əlbəttə, vələd sözündəndir, təvəllüd sözü də ondandır, tolid sözündəndir. Amma diqqət buyurun, görün, nə gözəl bu. Biz İranda deyə bilmərik ki, madər bəhcira tolid kərd. Çünki kəlmə düz deyil, İranda düz işlətmirlər. Ərəbdə deyilir. Əl-ummu, məsələn, vələdə var, məsələn, bir dənə uşaq. Amma farscada bunu demək olmur. Zad kəlməsi ilə gəlir.
Və dedim də, zadı da piş işlədiblər, gətiriblər kişiləri də zad eləyiblər. Deyiblər ki, kişilər də doğur. Onun üçün deyirlər ki, İnsafəli Həsənzadə, Hidayətzadə, Kazımzadə, nə bilim, Təbrizzadə, filanca. Yox, belə bir şey olmaz. Kişi doğmaz, arvad doğar. Əgər bu ad düz olsaydı, farslar bunu düz işləsəydi, ağıl üstünə, amma istəyirlər bir şey düzəldələr. Ərəbcənin və türkcənin qabağında istəyirlər bir şey düzəldələr. Yanlış düzəldirlər, işlədirlər, zorla da soxurlar insanların beyninə. Pəs qovm eyni anadan, bir anadan neçə uşaq olur? Neçə bacı qardaş ki, bir anadan doğulub. Öcək yox ha, diqqət buyurun, öcək yox. Eyni anadan, eyni babadan ürəmiş, ürətmək, tolid eləmək. Görün, baxın, bu gözəl, bu, biz pəs ürətmək sözünü eləyə bilirik ki, adamda da işlədək. Biz eləyə bilirik, deyək ki, məsələn, mən bir uşaq ürətdim, ya mənlə xanımın bir ürətimiz vardı, 4 ürətimimiz vardı, yəni 4 dənə uşağımız var. İçinə heç yabancı qarışmamış, yabancı özgə. Özgə də türkcədir, yabancı da özgədir, biganə farscadır, əcnəbi ərəbcədir. İçinə heç yabancı, özgə, yəni bu qanın içinə. Ola bilər ki, məsələn deyək, mənim dədəm ölübdür, nənəm bir ərə gedibdir. Bu ər, məsələn, bir ayrı yerlidir. İndi ya farsdır, ya ermənidir, ya rusdur, hər nədir. O, oradan bir dənə mənə qardaş gəlibdir, bacı gəlibdir. Bu, qovum olmadı dahi. Dahi qovum olmadı. Pəs, içinə heç yabancı qarışmamış. Özgə bu qanın içinə, yəni bir atadan, bir anadan olanların, məsələn, indi yox, mənim məsələn böyük babam var, Talib baba. Talib babadan 4 nəsl gedir, ya 5 nəsl gedir. Amma Talib babanın, məsələn, xanımları özgədir. Oğlanları özgədən evlənib, mənim dədələrim, əmilərim özgədən evləniblər, mənim əmmələrim özgəyə gediblər. Məsələn, diqqət buyurun, bu olmadı, qovmu deməzlər buna. Heç yabancı qarışmamış. Hətta türkcə qarışsa, yəni məsələn, fərzən, biz indi deyirik ki, bizim kəndimiz Kəlandır. Bizim kəndimizdə 4-5 dənə tayfa var, qovmu var əslində. Bu qovm, əgər o birisi qovmudan evlənmiş olsa, məsələn, mənim xalalarımın biri bir ayrı qovmudan evlənibdir. İndi nə oldu? Qatışdı. Yabancı oldu. Pəs, heç yabancı qarışmamış, eyni qandan bir topluluq deməkdir. Pəs, bunu deməkdir ki, ağa, bizim adamlarımız buna deyirlər ki, izdivacı dərun famili farsça işlədiblər də bunu. Famil arası evliliklər, ailə arası evliliklər. Biz öz famillərimizdən eşiyə evlənmərik, nə qız verərik, nə gəlin alarıq. Əgər belə bir şey saxlamış olsaq, eyni halda buna da itminanımız olsa ki, xanımlarımız gedib ayrı bir kişi ilə oynaş olmayıbdır, hamilə olmayıbdırsa, əgər buna da inansaq ki, bir xarici qüvvə həmlə eləyəndə kəndimizə məsələn, bizim erkəklərimizi öldürüb dişilərimizə təcavüz eləyib, bizlər onların davamı deyilik. Diqqət buyurursunuz. Bu qədər qovm kəlməsi, indi necə sən türklərə deyəsən, qovmi Azəri, ya qovmi Azərbaycan. Azərbaycanlılar bir dədənənədən törənən millət deyil. Bunların içində, məsələn, yaxşı türklərdən əlavə istəyirəm misal var. Ermənilərdən evlənənlərimiz var. Kürdlərdən evlənənlərimiz var. Ərəb erdiqlarımız var. Gürcülərdən var. Farslardan daha çoxdur. Ərəblərdən bir dünya. Çünki ərəblərə sən imamzadələr ki, bunları görürsünüz, Seyid adlarını deyirlər, ha, bunlar Seyidlər. Bunların hamısı ərəb toxumudur. Tamam, biz burada xalis bir millət deyilik. Yəni, hər kəs gəlibdir, bizdən bir qız alıbdır, vermişik. Hər kəs gəlibdir, bir qız almışıq, ondan da gətirmişik bura. Beləsi qatışmışıq. Bəs burada qovmu demək olmaz. Görün, İranda məhfumları nə qədər istəyir. Yaxşı, dərin xanəvadə nə olar? Yəni, bir ailə içində evlənsən nə olar? Bu, əvvələn, mərisçilik çox olar. Birincisi təsiri budur. Məsələn, bizim özümüzün famillərimizdə ad çəkməyəcəm. 2 dənə famil tanıram mən. Bizim
Geniş famildə. Geniş famildə 2 famil vardı. Bunlar famil içi evləniblər. Neçə nəsl? 2-3 nəsl. Birindən 3-4 dənə uşaq fikri cəhətdən biraz mərizdir. Mentaliti deyirlər. Yəni beyin olaraq yox. Gözəldirlər. Uşaqlar çox gözəl. Əlbəttə böyük insandırlar. Çox gözəldirlər. Yox, onda yox. Biraz beyinlərinin işləmək sistemi dəyir bir-birinə. İranda bana geri qalmışlıq deyirlər. Amma o geri qalmışlıq deyil. Geri qalmışlıq adamın öz əlindədir. Məsələn, adam söyüş verir. Təəssüflə mən bu sosial mediada gələndən, fəal olandan adamlar görürsən ki, nə mənə yaman başarır orada yazır. Heç əslən həyası yoxdur. Buna geri qalmış adam deyirlər. Çünki geri qalmış adam utanmaz. Öz əlindədir özü də. Eləyə bilər deməsin. Amma o uşaqlar ki, o cür şey, məsələn, famil, ailə içində evlənməkdən vücuda gəlib, onların öz əlində deyil. Onların bir kromozomları dəyişib, bir DNA'ləri dəyişibdir, qanlarında bir şey olubdur, mərizçilik çıxıbdır ortadan. Bir məriz insan, o mərizdir. Zaten çox mehriban insandırlar, çox məhəbbətli insandırlar, söyüş verməzlər. Siz baxın, onlar ki, bunlar əqəbman deyil, zehni deyirlər ha. Görün, onlar tohin elərlər. Siz Allah baxın, xiyabanda görün, onlar tohin elərlər. Amma geri qalmış ki, Türkiyədə işlədirlər, o ağıllı adamlara işləyirlər ki, ağılları çox işlir. Amma ağılların kəmərdən aşağıda işlədirlər. Ağızları kəmərlərindən aşağı ilə açılır. Ağızlarını açanda ya dallarından ya qabaqlarında olan şeyləri girir ağızlarına və onunla danışırlar. Onların ağzında dil yoxdur. Onların ağzında bir şey var ki, mən istəmirəm adını çəkəm. Və dünyanı o gözündən görürlər. Yəni, məzərət istəyirəm, mən biraz açıq danışacağım. Onların baxışı insanlara, adamlara budur ki, o aləti ki var ha, kişi aləti. O kişi aləti bunun gözündədir. Onunla dünyanı görür və onunla da dünya ilə müqabilə edir. Əziz dostlar, yağış başladı. Mən həm yağış gəlir, həm də bu mığmığalar yuxudan durdular yağış gəldiyinə. Həmlə elədilər üstümüzə. Mən də biraz mığmığa çəkən bir adamam. Hər halda, pəs qovm odur ki, onun adamları öz içində izdivac elərlər, evlənərlər, eşiyə qız verməzlər, eşiyə. Bunların 2 dənə şeyi olar, özəlliyi var bu cür bir toplumların. Dünyada var, mövcuddular. Bunların nümunəsi 1. Mərizçilik çox olar. 2. Məsələn, bunlar boyları çox qısa olar. Məsələn, bir mərizçilik onların içində çox görünər. Məsələn, qəlbi mərizçilik deyək. Bunların içində çox görünər. İkinci şey ki görünər, bunların cəmiyyəti az olar. Üçüncü şey ki görünər, bu da önəmlidir, onların gözəllikləri azalar. Getdikcə gözəllikləri azalar. Əgər bir ailə getdikcə gözəlləşir, onun mənası budur ki, bu ailə özündən eşikdən evlənir. Bu da o bir şeydir. Yəni, getdikcə mütəəssifanə o cür bir şey vardır. Bunlar ki görürsünüz, bunlar kəpənəklər. Burada yüzlər, bəlkə minlər kəpənək fırlanır. Bəlkə bu dünənki yağış, dünən gecədən bu günəcən yağırdı. Fikir edirəm ki, bu milyonlar heyvanları dirildibdir. Mən də bunların aşiqiyəm, bunlar dirillərlər. Daimən dua edirəm ki, bizim Azərbaycanımıza da belə yaxsın və orada da bu cür heyvanlar dirilsinlər, çıxsınlar. Əski toplumlar genəlliklə saf və yabancılarla qarışmamış birər qovm olduqlarını savunurdular. Deyir, əski toplumlar, geçmişdəki, uzaq zamanlardakı toplumlar, ictimalar, cəmiyyətlər, toplumlar genəlliklə, yəni ümumiyyətən, yəni hamısı, yəni 100 dana qovm olsaydı, 100 dana toplum olsaydı, məsələn, 1000 il bundan qabaq, onların hamısı deyərdi ki, genəlliklə saf və yabancılarla qarışmamış birər. Deyirdi ki, yəni saf sadə, səmimi, yabancılarla, xaricilərlə
qarışmamış, əslən qarışmayıblar. Birər qovum olduqlarını, birər, yəni tək və təki qovum olduqlarını, valla bizim dedim, mənim öz famililərimə baxanda görürəm ki, belə indi mən 2 nəslimizə baxanda, yəni dədəmin, babamdan deyək, dədəm, babamdan baxanda, əlbəttə, nə cür deyim, bəzilər indi mən atama dədə deyirəm, babama, böyük babama, cəddimə, baba deyirəm, bəzilər bunun tərsəsini deyir, dədəsinə baba deyir, atasına, böyük babasına da deyir dədə. Hər halda, ikinci deyək, məndən qabaq 2 nəsil, məndən qabaq, mən özümdən 3-cü nəsil. Mən baxıram, görürəm ki, bizim adamlarımızın heç birisi öz içində evlənməyibdir. Bu qədər sadə, yəni bizdən bir qovum çıxmaz, hətta bizdən. Yəni mən istəyəm deyəm ki, İnsaf Əli Hidayət qovumu, mənim 3 qızım vardı, hərəsi bir xarici ilə evlənibdi. Bir oğlum var, o da xarici ilə evlənibdi. Bir dünyada bizim famililərimizdə gözəl-gözəl qızlar var. Heç kəs onlarla evlənməyibdi. Qarışmamış birər, tək və təki qovum olduqlarını savunurdular. Qovum olduqlarını hər qovum, yəni hər toplum birər, hər toplum birər, onun anlamıdır. Qovum olduqlarını, mən bir qovumam, özə saf, heç kəs mənə qatışmayıbdır. Savunurdular. Yəni, keçən zamanlarda savunurdular. Savunmaq, müdafiə etmək. Savcı da bundan gəlir. Bəlkə biraz da fərqi olar əlbəttə. Sav sözündən gəlir. Sav da müdafiə etmək, difa etmək. Halbuki, toplumlar tarix öncəsi zamanlarda belə qovmiyyətcə saf deyildir. Deyir ki, tarixdən öncə, tarix ha zamandan başlayır, o zamandan ki biz bilirik, insan divarda bir şey yazmağa başlayır. Tarix oradan başlanır. Ya o zamandan ki kitab yaza bilibdi, daş üstündə bir şey yaza bilibdi, ya kərpic üstündə bir şey yaza bilibdi, topraq üstündə bir şey yaza bilibdi. Oradan tarix başlanır. Oradan öncəsi tarixin öncəsidir. Yəni biz onlardan xəbərimiz yoxdur. Əslən bilmirik, o şeylərdən qabaq insan varmış, yoxmuş. Ya varmış, nə şəklidəymiş, əqli nə qədərmiş, davranışı nə imiş, nə cür qaşınmış, heç zat bilmirik. Ya məsələn, belə. Halbuki toplumlar, toplum dedik ictimai camiə, tarix öncəsi, tarixdən qabaq, o dediyim, zamanlarda, yəni o zamanlarda, belə, yəni hətta o zamanda, qovmiyyətcə saf deyildir. Yəni bir ailədən ola bilməzdi. Necə? Çünki baxın, İslamın, Yəhudiyyətin və Məsihiyyətin Adəm Həvvadan gəlməsinə diqqət buyurun. Adəm Həvva nə cür şey olublar? Çoxalıblar. Öz qızları ilə evlənibdi oğlanları. Bu bir məsələ. İkinci məsələ, Quranda deyir ki, Adəmi yaradandan, Adəmin mücəssəməsini düzəltdi. Bu da bir mühüm faktdır. Hər halda dini faktdır. Amma faktdır, elmi deyil, faktdır. Din içində bəhs eləmək olar. Bunu dindən kənarda eləmək olmaz. Amma dinə dayanaraq bunu mən deyirəm. Deyir ki, Allah bu insanı yaradandan sonra mücəssəməsini düzəltdi, nümayişgahı qoydu, mələkələri çağırdı, gəlin baxın, görün mən nə düzəltmişəm. Gəldilər, baxdılar, gördülər, bunun tayını biz görmüşdük. Dedilər, əl-xələqdə mən yusfikidduma, yenə də Allaha şəmatətlə, intiqadla, yenə utanmadın olan, yenə də həman şeyi düzəltdin ki, qabaqcan qan tökürdü. Bu bunu göstərir ki, Qur'anın etiqadında insandan qabaq bir insanlar var imiş. Ya ona bənzər bir şeylər var imiş. Hə, burada Sumerilərin təbliğlərində bir şeylər var. Deyirlər ki, göydən, ayrı şürələrdən bir mövcudları yenirlər yerə. Buradan bir şeylər aparacaqdılar. İnsanları istismara çəkirlər. Yağış çox bəh yağdı. Mən qaçmağa məcbur oluram. Burada qalsın. Qovm sözündən qalsın, yəni 22-ci səhifənin əvvəlindən qalsın, sabahlar danışarıq. Sağ olun, səlamət olun, yaşayasınız. Lütfən oradan ki mümkündür bunu, videonu yayın, dostlarımız görsünlər.